Ümumiyyətlə yadda saxla. IELTS-in içərisində vacib olan qrammatik cümlə strukturları var. Düzdür, qrammatika nifrət olması bölmədir, amma burada ən vaciblərindən biri clefdir. Clefdə çox ad verə bilərsən. Vurğulanmış cümlə strukturaları, belə rol dildə desəm də, yəni elmi dildə deməsəm, parçalanmış, vurğu almış, hissələrə parçalanmış cümlə strukturaları adı verir. Deməli, qaydamız necə başlayır? İtlə başlayır, düzdürmü? Is və ya da was-la davam edir. Əgər indiki zamandırsa, it is-lə davam edəcək. Keçmiş zamandırsa, nə ilə davam edəcək? Was-la davam edəcək. Sonra, ondan sonra ora təyin edici bir söz gələcək. Əlbəttə ki, ora xəbər falan gələ bilməz zərfli ilə. İsim gələcək, yer bildirən sözlər gələcək, tamam mı? Zaman anlayışı gələcək. Məsələn, biz ora bir cümlə yazıq səninlə bağlı. Hansı cümlə idi? Kenan var özündən. Ayşə, burada Kenan sözünü kleftə salmalıydıq. Necə saldıq indi? Eris Kenan kullanıcı. Çünki cümlə indiki zamanı idi. İçindən başladım. Kenan canlıdır, rolda dedirsən. Zət və ya toxunla başlamalıyam. Zəti deyirəm, sonra deyəcəksən mənim belə dət də tələffüzü var, zət də var. Heç bir problem yoxdur. Aha, dəti gətirdim, qoydum ora, yoxsa qunu qoymalıyam. Əlbəttə ki, Kenan canlı isimdir deyə nə ilə davam edirəm? Qunu qoymalıyam. Sonra cümlənin adını yeni vəziyyətə qoyuram. Məsələn, gəlirəm indi new language ifadəsini qoyuram. Necə olacaq? Burada cansızı deyə təyin edəcək. Zət və hu özündən əvvəl gələn sözü təyin edir, tamam mı? Avtomatik nə olacaq? Zət. Arso. Və cümləmiz bununla birinci cümlə arasında fərq nədir? Burada cümlə Arso. Burada cümlə itlə başlayıb, daha fərqli bir format daşıyır və examiner avtomatik olaraq buna daha yüksək bal verir. Aydındır? Kenan